Nadir Şah Əfşar. Azərbaycanın da orta əsrlər tarixində özünə məxsus yeri olan Nadir Şah Əfşarın həyatının və fəaliyyətinin araşdırılması uzun müddətdir ki, dünya tarixçilərinin diqqət mərkəzindədir. Bu da təsadüfi deyil. Çünki Nadir Şah dünya hərb tarixinin yetişdirdiyi nadir istedadlı sərkərdələrdən və fatehlərdən biridir. Haqlı olaraq onu Asiyanın sonuncu böyük fatehi adlandırırlar. Hərbi texnikanın və silahların kifayət qədər inkişaf etmədiyi bir vaxtda Şərqin fatehinə çevrilə bilməsi Nadir Şaha olan diqqət və marağı xeyli aktuallaşdırmışdır. Hər şeydən əvvəl Nadir Şahın həyat yolu çox böyük maraq doğurmaqdadır. Məlumdur ki, Nadir Şah Səfəvi dövlətinin ucqarlarından öz yurdundan sürgün edilmiş bir Əfşar türkünün ailəsində doğulmuşdu. Nadir Şah saray zənginliklərindən xəbəri olmayan, gündəlik zəhməti ilə dolanışığını təmin edən sadə bir ailədə göz atsa da, malik olduğu fiziki keyfiyyətləri və döyüşkənlik istedadı ilə uzaq əyalət kəndindən böyük imperiyanın şahlığına qədər zəngin bir yol keçmişdi. Başqalarına qismət olmayan bu yolun necə qət edilməsi özlüyündə Nadir Şahın şəxsiyyətinə olan marağı həmişə tədqiqatçıların diqqət mərkəzində saxlamışdır. Nadir Şah dünya tarixinə ilk növbədə fateh kimi daxil olmuşdur. O, Şərqin tək-tək sərkərdələrinə qismət olan hərbi uğurlar əldə edə bilmişdi. Bu istiqamətdə Nadir Şahın öz fəaliyyətini necə tənzimləməsi və onun səmərəliliyinə nail olması son dərəcə əhəmiyyətli bir məsələdir. Çünki ilk növbədə təşkilatçılıq işlərinin ən yüksək səviyyədə qurulması, ölkənin imkanlarının hərbi yürüşlərin aparılmasına səfərbər edilməsi zamanı ən əlverişli yolların tapılmasına nail olunması Nadir Şahın hərbi uğurlarına yol aça bilərdi. Nadir Şahın həyatının geniş öyrənilməsi onun bu sərkərdəlik keyfiyyətlərinin başqalarından fərqli olan hərbi xüsusiyyətlərinin üzə çıxarılmasına kömək edə bilər. Nadir Şahın daim yeniləşən, dəyişən və bununla bərabər həmişə döyüşkənliyini saxlayan hərbi qüvvələr təşkil edə bilməsi üçün atdığı addımlar metodoloji baxımdan ondan sonraki dövrlərdə də aktual olaraq qalmaqdadır. Bu məsələnin humanitar aspektlərinin araşdırılması, mənəvi-psixoloji məqamların qoşunların təchizatı məsələləri ilə bağlılığının üzə çıxarılması, hər bir döyüşçünün daxili potensialının bütünlüklə reallaşdırılması incəliklərinin tədqiqi bir tərəfdən Nadir Şahın sərkərdəlik istedadının xarakterik cəhətlərini anlamağa, bir tərəfdən də Nadir Şah mirasının bu günümüz üçün faydalılığını dəqiqləşdirməyə imkan verə bilər. Nadir Şahın bütünlükdə şəxsiyyəti həmişə maraq doğuran mövzulardan biri olmuşdur. Xüsusilə onun sərkərdəlik fəaliyyəti ilə şahlığı necə uzlaşdırması, bu sahələrin hansında daha çox uğurlara nail olması, Nadir Şahın ailəsinə olan münasibəti, onun cəmiyyətə, qadına, dinə olan münasibəti, bu insanın xarakterinin sərtliyi və sairə məsələlər müxtəlif fikirlərin və münasibətlərin dövriyyəyə gəlməsinə səbəb olmuşdur. Nadir Şah haqqında olan hər bir tədqiqat bu məsələlərin daha geniş aydınlaşdırılmasına və onun portretinin tamamlanmasına yeni cizgilər əlavə edə bilər. Nadir Şahın həyat yolunun öyrənilməsi Azərbaycanın və Azərbaycan xalqının tarixinin müvafiq mərhələsinin daha ətraflı öyrənilməsi baxımından da əhəmiyyətlidir. Çünki Nadir Şahın dövründə Azərbaycan ərazisində son dərəcə ciddi və dinamik hadisələr baş verirdi. Hər dəfə tədqiqata yeni faktların cəlb edilməsi bu məsələni daha əhatəli təsəvvür etməyə kömək edir. Nadir Şah Azərbaycan türk soyu olan Əfşar soyunun yetirməsi idi. Nadir Şahın formalaşmasında türk məişətinin və ənənələrinin təsiri də az deyildi. Bu baxımdan Nadir Şahın həyatının və mühitinin öyrənilməsi Azərbaycan etnoslarının tarixinin, onların yaxın şərqin tarixində oynadığı rolun öyrənilməsi baxımından da əhəmiyyətlidir. Ümumiyyətlə Nadir Şah o şəxsiyyətlərdəndir ki, onun həyatının hər bir anının öyrənilməsi maraqla qarşılanır. Bu istiqamətdə artıq bir sıra işlər də görülmüşdür. Hələ 18-ci əsrin ortalarından etibarən bir çox şərq və qərb mənbələrində Nadir Şah haqqında qiymətli məlumatlar öz əksini tapmışdır. Həmin məlumatların əks olunduğu mənbələrin hər biri Nadir Şah tarixinin öyrənilməsi üçün böyük əhəmiyyət kəsb edir. Xüsusilə Mirzə Mehdi Astrabadinin Tarixi Cahanqoşay Nadiri və Məhəmməd Kazım Mərvinin Aləm Araye Nadiri əsərləri Nadir Şah tarixinin öyrənilməsi üçün fundamental mənbələrdir. Nadir Şah haqqında yazılan mənbələrin və tarixi ədəbiyyatın tarixşünaslıq baxımından müfəssəl araşdırmasını aparmadan onların bir sıra xarakterik xüsusiyyətlərini qeyd etmək mümkündür. Əvvəlan Nadir Şahın dövrünə və ya onun ölümündən sonraki ilk illərə aid olan mənbələrin Nadir Şahın, onun yaxınlarının nəzarəti və Nadir Şahın nüfuzunun təsiri altında yazıldığını nəzərə almaq lazımdır.
Elə adları çəkilən mənbələr də samballı mənbələr olmaqla yanaşı, onlarda daha çox Nadir Şahın qəhrəmanlıq tarixinin qələmə alındığını görmək elə də çətin deyil. Ona görə də tarixi gerçəkliyin tam mənzərəsinin yaradılması baxımından müxtəlif mənbələrin qarşılıqlı tutuşdurulmasına və öyrənilməsinə ehtiyac vardır. Nadir Şah dövründən uzaqlaşdıqca meydana gələn mənbələrdə reallıqlarla uzlaşmayan faktların və hadisələrin təsviri ilə də rastlaşmaq mümkündür. Bu da yəqin ki, Nadir Şahın şəxsiyyətinə olan maraqdan doğmuşdur. Çünki bu böyük sərkərdə və Fatihin əməlləri dildən dilə keçərək xalqlar arasında dolaşmış və sonradan xalqın təxəyyülü ilə zənginləşərək yazılı mənbələrdə də özünə yer tapmışdır. Ona görə də hətta mənbələrə istinadən söylənilən bir sıra faktlar əfsanəvi məzmun kəsb etmişdir. Nadir Şah haqqında mövcud olan tədqiqatlar arasında Qərb və Sovet müəlliflərinə aid olan araşdırmalar öz fundamentallığı, akademikliyi və əhatəliliyi etibarilə fərqlənirlər. Lakin bu araşdırmalar üçün də ümumi olan bir çatışmazlığı diqqətdən qaçırmaq olmaz. Bu da ondan ibarətdir ki, Qərb və Sovet müəlliflərinin hamısı üçün Nadir Şah yad bir xalqın, yad bir ölkənin yad bir nümayəndəsidir. Bəzi əsərlərdə Nadir Şahın dahiliyi etiraf edilsə belə, ona qarşı birtərəfli və qeyri-səmimi bir münasibət özünü göstərməkdədir. Həmin əsərlərdə Nadir Şahın qazandığı cahanşümul qələbələrdən, onun dünya hərb tarixinə gətirdiyi yeniliklərdən fərqli olaraq rastlaşdığı və düçar olduğu çətinliklərin qabarıqlaşdırılmasına bir meyl vardır. Bu da sözsüz ki, onun şəxsiyyəti haqqında qeyri-kamil təsəvvürün formalaşmasına yol açır. Azərbaycan tarixşünaslığında da Nadir Şahın tarixinin öyrənilməsi baxımından müəyyən cəhdlər göstərilmişdir. O cümlədən də müasir dövrdə bu istiqamətdə bəzi araşdırmalar işıq üzü görmüşdür. Bunlar təqdirə layiq hal olsa belə, sözsüz ki, Nadir Şah tarixinin öyrənilməsi baxımından hələ kifayət deyildir. Təqdim olunan hazırki əsəri bu istiqamətdə növbəti bir cəhd kimi qiymətləndirmək olar. Bu əsərin hazırlanmasında Qərb, Sovet və Azərbaycan mənbələri və tarixi ədəbiyyatı ilə yanaşı, fars dilli tarixi ədəbiyyatdan və ilkin mənbələrdən geniş istifadə edilmişdir. Heç şübhəsiz ki, Nadir Şahın həyatı, fəaliyyəti və xüsusilə dünya hərb tarixinə gətirdiyi yeni məzmun bir kitaba sığacaq mövzu deyildir və gələcəkdə də bu istiqamətdə aparılan araşdırmalar Nadir Şah tarixşünaslığına yeni töhfə olacaqdır. Asiyanın son sərkərdəsi kimi dünya tarixində özünə ad çıxarmış Nadir Şahın doğum günü ilə bağlı tarixi ədəbiyyatda müxtəlif məlumatlarla rastlaşmaq mümkündür. Bu daha çox istər Nadir zamanında, istərsə də ondan sonra yazılmış mənbələrdə fikir yekdilliyinin olmaması ilə bağlıdır. Bəzi müəlliflər Nadir'in doğum tarixini 1688-ci ilin oktyabrından, bəziləri həmin ilin oktyabr ayının 22-sindən, bir başqaları isə 1688-ci ilin noyabr ayının 22-sindən götürürlər. Bakıxanov isə Nadir'in 1689-cu ildə doğulduğunu qeyd edir. Mənbələrdə Nadir'in hicri qəməri tarixi ilə 1100-cü il Məhərrəm ayının sonunda doğulması. Nadir Xorasan vilayətinin şimalında yerləşən Dərgəz məntəqəsinin Dəskirt kəndində dünyaya göz açmışdı. Atası İmamqulu ona öz atası Nadirqulunun adını qoymuşdu. Yəni Nadir öz babasının adını daşıyırdı. Nadirqulunun adının ikinci hissəsi olan qulu kəlməsi türk sözü olmaqla bir sıra sözlərin sonuna artırılaraq həmin adların dini məzmununu daha da gücləndirirdi. Nadir'in atasının adı olan İmamqulu, İmamın qulu mənasını verirdi. Nadir'in oğlunun adı olan Rızaqulu, İmam Rızanın qulu mənasını özündə əks etdirirdi. Nadirqulu isə çox güman ki, Allahın Nadirqulu, Nadir bəndəsi mənasında nəzərdə tutulurdu.
Mövcud olan bəzi məlumatlardan isə belə məlum olur ki, bu ad Nadirə onun fiziki keyfiyyətlərinə görə verilmişdi. Deyilənə görə Nadir anadan olanda kifayət qədər sağlam, çevik və daim hərəkətdə olan bir uşaq kimi dünyaya gəlmişdi. Ona görə də valideynləri onu nadir tapılan, bənzərsiz bir uşaq, yəni Nadirqulu adlandırmışdılar. Nadirqulu Azərbaycan türklərinin Əfşar boyunun 40'lı oymağından idi. Əfşar boyunun Azərbaycan türklərinə aidliyi bugünkü tarixi ədəbiyyatda şübhə doğurmasa da bu məsələ Nadir haqqında yazılmış mənbələrin və tarixi araşdırma müəlliflərinin diqqət mərkəzində dayanan aktual məsələlərdən biri olmuşdur. Bəzi müəlliflərin Əfşar boyunun Azərbaycan arealından qoparılaraq Xorasan vilayətinin şimalında peyda olması, Nadirin etnik mənsubiyyətini istədiyi kimi yozmağa çalışması, tarix mənbələrdə obyektiv faktlara istinad etməyən səthi bilgilərə əsaslanması qeyri-elmi nəticələrin ortaya çıxmasına zəmin yaratmışdır. Mövcud ədəbiyyatda Əfşarların İranın qərbində məskunlaşmış Türkariya irqinə mənsubluğu haqqında fikirlər vardır. Bu fikirlərin müəlliflərinin iddiasına görə Əfşarlar əvvəlcə Azərbaycan ərazisində yaşamış, sonra isə bütün İrana yayılmışdılar. Həmin müəlliflərin yazılarında Xəzər dənizinin qərbindən Qafqaz və Azərbaycanda İranın indiki ərazisinin şimal-qərbində məskunlaşmış türklərin əcdadlarının Hind-Avropa irqindən törəməsi haqqında fikirlərə də təsadüf etmək mümkündür. Tarixi araşdırmalardan birində Əfşar boyunun Şahsevən boyundan törəməsi və Kerman vilayətində yerləşməsi qeyd olunur. Məlumdur ki, Şahsevən boyu da türk boyudur və Əfşarların bu boydan yaranması haqqında ciddi faktlar ortaya qoyulmur. Əfşarların Kerman ətrafında yaşamasına gəlincə isə tarixi ədəbiyyatda bu faktın Səfəvi dövrü ilə bağlılığı və Əfşarların Kerman ətrafına da Şah İsmayıl tərəfindən köçürülməsi təsdiqlənir. O da bildirilir ki, Kerman ətrafında hazırda da Əfşarlar yaşamaqda davam edirlər. Ancaq onların çoxu Fars əhalisi ilə assimiliyasiya olmuş və çox az bir hissəsi hazırda ana dilində danışa bilir. Rıza Əfşar Azərbaycanda, Xorasanda, Şirazda və başqa yerlərdə yaşayan Əfşarların eyni qandan olduğunu, eyni kökdən inkişaf etdiyini, bu boya mənsub olan insanların cəsurluğunu, igidliyinin, qorxmazlığını vurğulayır. Xorasanın bir çox sərkərdələrinin adlı sanlı adamlarının bu boydan çıxdığını, Əfşarların təcavüzkarlara qarşı amansız olduğunu, öz döyüşkənliyi ilə Monqolları da diz çöktürdüyünü qeyd edir. Müəllif Əfşarlara aid olan xarakterik bir xüsusiyyəti də oxucuların diqqətinə çatdırır. Bu da Əfşarların tez qızışması, hirslənməsi və sonradan da çox tez peşimançılıq çəkməsi ilə bağlıdır. Onun sözlərinə görə bu cəhət Əfşarların zəif nöqtələrindən biridir. Tədqiqatçılardan Əfşar boyunun hələ qədim vaxtlardan Xorasan vilayəti ilə bağlılığını irəli sürənlər vardır. Həmin tədqiqatçılar Əfşar boyunu Xorasanın şimalında yerləşmiş bu boya mənsub olanların mübarizliyini, döyüşkənliyini vəsf edir və onların Monqol hücumlarının başlaması ilə öz yurtlarından köç etməsini və Azərbaycanda yerləşmələrini qeyd edirlər. Tarixi ədəbiyyatda Əfşar boyunun türkmən tayfalarından olmasını iddia edənlər də vardır. Heç şübhəsiz ki, bu fikir Nadir Şahın şəxsi salnaməçisi olan Mirzə Mehdi Xan Astrabadinin tarixi Cahanqoşayı Nadir əsərində Əfşarları türkmən tayfaları ilə bağlaması fikrindən irəli gəlir. Mirzə Mehdi Astrabadi yazır ki, Əfşar boyu türkmən tayfalarındandır. Bu boyun qədim məskəni Türkistan olmuşdur. Monqollar Türkistanı işğal edəndə Əfşarlar da oradan köç edib Azərbaycanı özlərinə məskən seçmişdilər. Nadir Şahın şəxsi salnaməçisi olmuş, onun haqqında mötəbər və mükəmməl əsər yazmış. Astrabadinin bu qeydləri onun əsərinə müraciət etmiş müəlliflərin çoxu tərəfindən etibarlı fikir kimi qəbul edilmişdir. Ona görə müəlliflərin çoxu Nadir Şahın mənsub olduğu boyun türkmən tayfalarından olması fikrini təkrar etmişlər. Bakıxanov da Əfşarların türkmən boyu olmasının və onların Monqol hücumlarının başlamasından sonra Türkistandan Azərbaycana üz tutmalarını qeyd etmişdir. Lockhart da bu fikri təsdiq edir. Onun yazdıqlarına görə Əfşarlar Mərkəzi Asiyadan Monqol hücumları nəticəsində sıxışdırılaraq Azərbaycana köçmüş və sonra da buradan İranın bütün ərazisinə səpələnmişdir. Lockhart'ın istinad etdiyi fikrə görə Əfşarların Mərkəzi Asiyadan Azərbaycana doğru hərəkət etməsi 13-cü əsrdə baş vermişdir. Bu mövqe qəbul edilərsə, onda irəli sürülən fikir türk boylarının, o cümlədən də Əfşarların şimal-qərbi Asiyada daha qədim tarixə malik olması fikri ilə üst-üstə düşmür. Həmin fikirlər mövcud olan tarixi ədəbiyyatda bu və ya digər formada təkrar olunur. Həmin fikirlərin məzmunu bundan ibarətdir ki, Əfşar boyu türkmən boyudur.
Bu boy 12-13-cü əsrlərdə Mərkəzi Asiyadan hərəkət edərək Azərbaycanda və Şərqi Anadoluda məskunlaşıb və 16-cı əsrdən etibarən İranın müxtəlif ərazilərinə səpələnib və ya köçürülüblər. Nadir Şah Əfşar. Nadir Şahın uşaqlıq və gənclik illəri. Nadirin valideynləri çox sadə həyat sürür və gündəlik işləri ilə öz ailəsini dolandırırdılar. Onlar mənsub olduqları boyun digər üzvlərindən hər hansı bir xüsusi keyfiyyəti ilə fərqlənmirdilər. Nadirin dünyaya gəlişi də əslində bir ailənin sevincindən başqa bir şey deyildi. Sadə bir ailədə doğulmuş adi bir uşağın gələcəkdə böyük bir dövlətin hökmdarı olacağını kimsə güman etmirdi. Ona görə Nadir Şahın uşaqlığı tarixçilərin də diqqətini sözsüz ki cəlb etmirdi. Bunun nəticəsidir ki, tarixi mənbələrdə Nadir Şahın uşaqlığı haqqında çox az məlumatlara rast gəlmək olar. Sözsüz ki, bu məlumatlar da sonralar ya elə Nadir Şahın özünün danışıqlarından ya da onu tanıyanların xatirələrindən toplanmışdı. Nadir Şahın uşaqlıq və gənclik illəri ilə bağlı toplanıb mənbələrə salınmış faktların və hadisələrin bir çoxu rəvayət xarakteri daşıyır. Mövcud olan mənbələrin tutuşdurulması və ya bir çox söylənilənlərə adi məntiqi yanaşma da bunu sübut edir. Belə rəvayətlərə istər şərq, istərsə də qərb mənbələrində rast gəlmək mümkündür. Ancaq burada bir məqama diqqət yetirilməlidir ki, şərq mənbələrində rəvayət xarakterli məlumatlarda Nadir Şaha qarşı rəğbət və daha isti münasibət, qərb mənbələrində isə bunun əksi hiss olunur. Heç şübhəsiz ki, belə məlumatlara istinad edilməsi Nadir Şahın uşaqlıq və gənclik illərinin onun bir cəngavər kimi ən mühüm dövrünün real mənzərəsini yaratmağa tam imkan vermir. Bununla belə yeri gəldikcə həmin məlumatların da tədqiqata cəlb edilməsi Nadir Şahın uşaqlığı və cavanlığı haqqında formalaşan təfəkkürün başa düşülməsi baxımından maraqlıdır. Tarix-i Cahanqoşa-i Nadiri və Aləm-Ara-i Nadiri əsərlərində də Nadir Şahın uşaqlıq və gənclik illəri haqqında çox kəsad məlumat vardır. Qərb mənbələri də bu baxımdan zənginliyi ilə fərqlənmir. Yuxarıda qeyd edildiyi kimi Nadir Şah 1688-ci ilin payızında dünyaya gəlmişdi. Onun anadan olması köçəri həyat tərzi yaşayan ailəsinin Allahüəkbər dağının yaylaqlarından geri qayıtması vaxtına təsadüf edir. Əbvərdin qışlaq düzənliyinə üz tutan ailə Məhəmmədabad adlı məntəqədə çadır qurub gecələməli olur. Burada da Nadirqulu dünyaya göz açır. Aləm-Ara-i Nadirinin müəllifi yazır ki, Nadir kifayət qədər sağlam və cüssəli doğulmuşdu. Ona 2 dayı tutulmuşdu və onların ikisinin südü ilə bəslənirdi. 1 yaşına çatanda 3 yaşlı kimi görünürdü. Uşaqlardan kimsə oyunu udanda Nadir öz papağını və ya hər hansı bir əşyasını mükafat kimi ona bağışlayırdı. Dəfələrlə əynindəkiləri uşaqlara payladığından evə çılpaq qayıtmışdı. Valideynlərinin danlağından sonra evdən çıxar, ailənin mal-qarasının saxlandığı yerlərdə vaxt keçirərdi. O vaxt Nadir ailənin yeganə övladı idi. Ona görə atası onu geri qaytarar və həyat yoldaşına da tapşırardı ki, Nadirin istəklərinə əməl etsin. Şahidlərin təsvirindən aydın olur ki, Nadir doğrudan da cüssəli və sağlam bədənli olmuşdu. Belə sağlam, fiziki keyfiyyətlər onda uşaqlıqdan var idi və ona məxsus olan döyüşkənliyin və mübarizliyin formalaşmasında da uşaqlıq illərindən meyl göstərdiyi fiziki hərəkətlərin, at çapmağın və ov vərdişlərinin öz rolu var idi. Nadir Şahın müasiri olmuş və onun hakimiyyəti dövründə İrana səfər etmiş Holland taciri John Hanvey yazırdı ki, Nadir çoban kimi böyüyürdü.
13 yaşında atasını itirəndən sonra ailənin dolandırılmasının müəyyən çətinlikləri Nadirin üzərinə düşdü. O, çöllərdə odun doğrayıb yük heyvanları vasitəsilə bazara daşıyır və orada satırdı. Percy Sykes da Nadirin uşaqlıq vaxtı qoyunçuluqla məşğul olmasını, yük heyvanları vasitəsilə odun daşıyaraq bazarda satmasını təsdiq edir. Bir sıra digər müəlliflərin əsərlərində də buna oxşar fikirlərlə rastlaşmaq mümkündür. Aləm Arahi Nadiri əsərinə görə isə Nadirin atası elə də kasıb deyildi. Onun yüzlərlə qoyunu, onlarla atı var idi. Bununla belə bu əsərdə də Nadirin yeniyetmə və gənclik illərində mahir süvari və ovçu olmasından danışılır ki, bunlar da onun döyüşçü kimi yetişməsinin zəmini idi. Əsərdə rəvayətə bənzər belə bir məqam vurğulanır ki, Nadirin gününün çoxu at çapmaqla, ov ovlamaqla və güllə atmaqla keçirdi. Yay günlərinin birində Nadir çöl eşşəyi ovuna çıxır. İsti havada rastlaşdığı çöl eşşəyini o qədər qovur ki, atının bağrı çatlayır və ölür. Onda Nadir, atının yəhərini və yeyənini belinə alıb geri üz tutur. Yolda ikən rastlaşdığı bir adam ona Nadiri dövran zəmanənin Nadiri deyə müraciət edir və onu Allahı unutmaqda qınayır. Bu şəxs Nadirə bir cam su verir və öz öyüd nəsihətlərini də onun diqqətinə çatdırır. Ona təkid edir ki, Allahını yadından çıxarmasın, yoxsa ruzigar onu yaddan çıxarar. Sonra əlavə edir ki, həmişə mərd ol, namusu qoru, alimlərə, mühəndislərə, yazıçılara hörmət elə, onlara ehtiramla yanaş, onları nüfuzdan salma, padşahlara və böyüklərə qarşı lütf göstər, yollandığın vilayətlərdə insanlara ziyan gətirmə. Dostun qədrini bil, məğrur və laqeyd olma, varlıların da, yoxsulların da dadına çat, məzlumların haqqını zalımlarda qoyma, mərdimazar olma. Bu öyüd nəsihətlər kitabda müfəssəl şəkildə təsvir edilmişdir. Nadir cavabında deyilənləri qəbul etdiyini söyləyir. Bundan sonra həmin şəxs yox olur. Nadir yoluna xeyli davam edir və bir müddətdən sonra uzaqdan hansısa evlərin qaraldığını görüb sevinir. Dincəlmək üçün qapısını döydüyü evdə onu bir qarı qarşılayır. Qarı da ona sahibqərani dövran deyə müraciət edir. Nadir bildirəndə ki, o qərib uşaqdır, ona belə müraciət etməyə ehtiyac yoxdur. Qarı bildirir ki, elə indicə yuxuda Həzrət İlyası görüb. O da deyib ki, zəmanənin Nadirinin istiqbalına gedirəm və birazdan o sənin də qapını açacaqdır. Əldən düşmüş və yorulmuş Nadir qarıdan çörək və su xahiş edir. Qarı isə olan qalan bir keçisini kəsib Nadirə yemək hazırlayır. Sonra qarı onu ovdan geri qayıdan oğlunun atına mindirib yola salır. Nadir də hərəkət etməmişdən qabaq söz verir ki, ömür macal versə qarının borcundan çıxacaqdır. Aləm Arahi Nadiri müəllifinin yazdığına görə Nadir yaşadığı yerə çatanda 10-12 türkmən atlısının evlərə hücum etməsinin, evləri qarət etməsinin və çoxlu mal dövlət toplamasının şahidi oldu. Bununla kifayətlənməyən türkmənlər hətta Nadiri də əsir götürmək istəyirlər. Nadir türkmən atlıları ilə döyüşə girir və elə ilk cəhddə onlardan 4-ünü öldürür, 2-sini oxla vurub atdan yerə salır, qalanları isə qaçıb canlarını qurtarırlar. Nadir əsirləri azad edib onların talan etdiyi mal dövləti geri qaytarır. Mənbədə o da göstərilir ki, güya Nadir türkmənlərdən geri aldığı mal qaradan 500-ə qədər qoyun və 10-12 baş at ayırıb ona hörmət etmiş qarıya bağışlayır. Məhəmməd Kazım Mərvi yazır ki, atası İmamqulu gənc Nadirin bir müddət yoxa çıxmasından xeyli narahatçılıq keçirir və hətta belə güman edir ki, oğlu türkmənlər tərəfindən əsir götürülüb. Türkmənlərin onların yaşadığı məntəqəyə yürüş etməsi, xəbərini eşitməsi Nadirin əsir düşməsi gümanını daha da artırır. Nadirin türkmənləri əsir götürməsi xəbərini eşidəndə isə İmamqulu gözlərinə inanmır və çox sevinir. Nadirin çöldən biyabanda rast gəldiyi insanlar və bu insanlardan eşitdikləri Aləm Arahi Nadiri müəllifinin təxəyyülü olsa belə, Nadirin erkən yaşlarında türkmən və özbək atlıları ilə döyüşə girməsini istisna etmək olmaz. Vaxtaşırı öz yaxınlarının yerlilərinin viran edici yürüşlərə məruz qalmasına Nadir də sözsüz ki, biganə deyildi və yeri düşdükcə onlardan müdafiə olunmağa çalışırdı. Türkmən və özbək yürüşlərindən müdafiə olunmaq Nadirin bir döyüşçü kimi əməli təcrübəsini xeyli artırırdı. Nadirin döyüşkənliyi və çevikliyi yerlilərinin gözləri qarşısında baş verirdi. Bu barədə ətrafa söhbətlər də yayılırdı. Türkmən və özbək talanlarından canı gəlmiş Əbivərd hakimi Babaəli bəy Nadiri yanına xidmətə dəvət edir. Nadir bununla razılaşır. Xidmətə qəbul olunan kimi ona tüfəngçağası vəzifəsi tapşırılır.
Bu həm də ondan xəbər verir ki, Nadir Əbivərd hakiminin yanında xidmətə qəbul olunanda artıq tüfəngdən istifadə etmək vərdişlərinə də yiyələnmişdi. Babaəli bəyin yanında xidmətə başlamaq Nadirin döyüşçü həyatının yeni bir səhifəsi idi. Qeyd etmək lazımdır ki, bəzi müəlliflər Nadirin Babaəli bəy tərəfindən xidmətə dəvət edildiyini bildirirlərsə, digərləri Nadirin cavanlığında özünə həyat qurmaq, daha ciddi işlərlə məşğul olmaq istəyi ilə, bəziləri isə hətta Nadirin yol kəsmək, karvan vurmaq işlərindən uzaqlaşmaq istəyi ilə Babaəlinin yanında xidmətə yollandığını bildirirlər. Nadirin cavanlığında yol kəsməsini və karvan soymasını qabardanlar daha çox qərb mənbələri və tarixçiləridir. Nadir haqqında yazılmış şərq mənbələrində və ciddi tarixi araşdırmalarda bu məsələ öz təsdiqini tapmır. Bütünlükdə qərb mənbələrində Nadirin cavanlıq dövrü, onun Babaəli bəyin yanında xidmətə başlaması haqqında qarışıq fikirlər vardır. Aləm Arahi Nadir əsərində olan məlumata görə Babaəli bəy Nadirlə bərabər onun atası İmamquluya da yanında iş təklif etmişdi. Yəni Nadir, Babaəlinin yanında xidmətə başlayanda atası hələ sağ idi. Amma bəzi qərb mənbələrinə və tarixi araşdırmalara görə bu zaman Nadirin nəinki atası, hətta anası da vəfat etmişdi. Holland taciri Hanvey Nadir Şah haqqında yazdığı kitabında qeyd edir ki, Nadir, Babaəlinin yanında xidmətə girməmişdən əvvəl 1704-cü ildə bölgəyə hücum çəkən özbəklərin təcavüzünə məruz qalmış, anası və qardaşı İbrahimlə birlikdə özbəklər tərəfindən əsir götürülmüşdü. Bildirilir ki, Nadir bu zaman artıq atasını itirmişdi. Nadir qardaşı və anası ilə birlikdə 4 il özbək əsirliyində qalır. Bu müddət ərzində Nadirin anası qürbətdə vəfat edir və yalnız bundan sonra Nadir qardaşı ilə birlikdə əsirlikdən qaçır. Nadirin Babaəli yanında xidmətə başlaması da bundan sonraki dövrə təsadüf edir. Buradan belə çıxır ki, Nadir Babaəlinin yanında xidmətə başlayanda ən azı 20 yaşında idi. Başqa sözlə, Nadir artıq yetişmiş bir döyüşçü olmalı idi. Əlirza Əfşar Cəmin yazdığına görə Nadir 18 yaşında olanda özbək əsirliyindən qaçmışdı. Əbuturab Sərdadvər isə bu hadisənin Nadirin 21 yaşında olanda baş verməsini iddia edir. Sərdadvər hər hansı bir mənbəyə istinad etmədən Nadirin əsirlikdən qaçması ilə bağlı rəvayətə bənzər bir hadisəni təsvir edir. Onun sözlərinə görə Nadir qardaşı ilə əsirlikdən qaçarkən Xorasana tərəf deyil, başqa istiqamətə üz tutdu. Çünki o əmin idi ki, özbəklər onları məhz Xorasan istiqamətində axtarmağa çalışacaqlar. Bir gündən sonra isə onlar geri dönüb Xorasana doğru üz tutdular. Ehtimal edilir ki, Nadirin qardaşı və anası ilə birlikdə əsir düşməsi məsələsi John Hanvey tərəfindən dövriyyəyə gətirilmişdir. Şərq mənbələrində, o cümlədən də tarixi Cahanqoşayi Nadiri və Aləm Arayi Nadiri və digər mənbələrdə də bu barədə hər hansı bir məlumata rast gəlmək mümkün deyildir. Nadir Şah Əfşar. Aləm Arayi Nadir əsərində Nadirin yamıtlara əsir düşməsi barədə məlumat vardır. Amma həmin mənbəyə görə bu hadisə Nadirin Babaəlinin yanında xidmətə başlamasından bir xeyli sonra baş vermişdi. Babaəlinin xidmətində olarkən Nadir əmisi Baburun xəstəlikdən vəfat etməsi xəbərini eşidir. O, dəfnə yollanır.
Bir neçə günlük yasdan sonra Nadir Qaluşi kəndindən geriyə üz tutur. Gündüz yol yoldaşları ilə birlikdə bir bulağın başında istirahətə dayanırlar və orada Nadiri yuxu aparır. Bu vaxt yürüşə çıxmış 70 nəfərlik bir dəstə onları yaxalayır və hələ yuxuda ikən Nadirin qollarını bağlayırlar. Nadirin yanındakilardan biri oradan qaça bilir və baş verənləri Babaəliyə çatdırır. O da vaxt itirmədən 500 nəfərlik bir dəstə ilə Nadiri azad etməyə yola düşür. Amma Nadiri əsir götürənlərə yetişə bilməyib geri qayıdır. Yəmut atlıları Dəryaqapı adlı bir məntəqədə gecələməyə qalarkən hamı yatandan sonra Nadir ayaqlarını və qollarını açıb qaçmağa nail olur. Nadir eyni zamanda Yəmut süvariləri ilə döyüşə girir, onların bir çoxunu məhv edir. Nadirin geri qayıtması xəbəri Babaəlinin böyük sevincinə səbəb olur və bu hadisəni böyük şadyanalıqla qeyd edir. Mənbədə olan məlumata görə bu hadisədən sonra Babaəli Nadirin dul qalmış anası ilə nikah kəsdirir və Nadirin anasından Babaəlinin Fətəli və Lütfəli adlı 2 oğlu olur. Bu söylənilənlər də Nadirin anasının əsirlikdə vəfat etmədiyini və uzun müddət yaşadığını göstərir. Nadir Babaəlinin xidmətində olarkən azsaylı qüvvələrlə dəfələrlə özbək və türkmən yürüşlərinin qarşısını almış və bu zaman igidlik göstərməklə bərabər öz yerlilərini də talan və qırğınlardan xilas etmişdi. Məhz bu keyfiyyətlərinə görə Babaəli qısa müddətdən sonra onu eşkağası vəzifəsinə təyin etdi. Nadir Babaəlinin xidmətində olduğu vaxt özbək və türkmən tayfaları dəfələrlə Əbivərdə yürüş etdilər. Babaəli qoşunların komandanlığını Nadirə tapşırdığından həmin talançı yürüşlərin qarşısının alınmasında ona böyük ümidlər bağlayırdı. Nadir də hər dəfə belə yürüşlərin qarşısını məharətlə alırdı. Tabeliyində olan döyüşçüləri bu mübarizəyə bacarıqla səfərbər edir, talançıları geri qayıtmağa məcbur edirdi. Babaəlinin xidmətində olduğu vaxt Nadir onun üçün xüsusi bir əhəmiyyət kəsb edən məsələnin həllinə nail olmuşdu. Bu da silahlı dəstənin hərbi təchizatının Babaəlinin maddi imkanları hesabına ödənməsi məsələsi idi. Eyni zamanda Babaəli Əbivərd cavanlarının Nadirin rəhbərliyi altında olan silahlı dəstədə birləşməsinə və düşmənlərə qarşı onlarla birgə mübarizə aparmasına himayəçilik göstərirdi. Türkmən və özbək yürüşlərinin qarşısını almaq əslində Xorasanda məskunlaşmış bütün əfşarları narahat edən məsələ idi. Səfəvilər dövlətinin süquta yaxınlaşdığı və hətta dövlətin paytaxtının qorunması üçün lazımi qədər qüvvə çatmadığı halda Xorasanın mühafizəsi elə yerli əhalinin öz üzərinə düşməli idi. Nadir də bu işlərdə iştirak edirdi və mühafizə tapşırıqlarının icrasına cəlb edilməsi onun döyüşçü keyfiyyətlərinin reallaşdırılmasını meydan açırdı. Aləm Arahi Nadiri əsərində Yəmutların 8 minlik dəstəsinin Əbivərdə və Dərgəzə hücumu və bu hücumun qarşısının alınması haqqında məlumat vardır. Amma Nadirin bu döyüşdə Babaəlinin dəstəsinə rəhbərlik etməsi haqqında məlumat yoxdur. Babaəlinin qoşun dəstəsinin rəhbəri kimi çox güman ki, bu döyüşün ağırlığını da o öz üzərinə götürmüşdü. Yəmutların 8 minlik dəstəsi məğlub ediləndən sonra Babaəli bu xəbəri məktub vasitəsilə Şah Sultan Hüseynə də xəbər vermək qərarına gəldi. Məktubun şaha çatdırılması isə Nadirə tapşırıldı. Gətirdiyi məktubla İsfahana yetişən Nadir ünsiyyət və danışıq tərzi ilə saray əyanlarının qəlbinə yol tapır. Onun gəlişi və davranışı şaha da çatdırılır. Saray tərəfindən Nadirə 100 tümən mükafat verilir və gətirdiyi məktuba da cavab yazılır. Aləm Arahi Nadirinin müəllifi Nadirin İsfahanda rastlaşdığı bir məqamla bağlı rəvayət xarakteri bir məsələyə toxunmuşdur. Müəllifə görə Nadir bir gün İsfahanın küçələrini gəzməyə çıxır və bir meydanın kənarında bir rəmmalla rastlaşır. Nadir ona yaxınlaşıb taleyi ilə bağlı rəml atmasını xahiş edir. Rəmmal razı olur, amma rəmlini bir neçə dəfə təkrar edir. Nəhayətdə onun qarşısında baş əyib padşah olacağını söyləyir. Nadir isə bu xəbəri təəccüblə qarşılayır və ondan aralanır. Əsərdə o da qeyd olunur ki, Nadir İsfahanı əfqanlardan geri aldıqdan sonra həmin rəmmalı tapmaq istəyir. Bildirirlər ki, rəmmal ölüb. Amma onun bir qızı qalıb. Nadir ona 1000 tümən pul verir və İsfahan ətrafındakı kəndlərdən birini ona bağışlayır. Aləm Arahi Nadiriyə görə Nadirə İsfahan sarayında hədiyyə verilməsi və aldığı cavabı vaxtında Babaəliyə çatdırması bu şəxsin Nadirə olan nəvazişinin artmasına səbəb oldu. İngilis taciri John Hanvey və Fransız həkimi Bazinə görə isə İsfahan səfərindən sonra Babaəli ilə Nadir arasında ziddiyyət yarandı. Bu müəlliflər hətta Babaəlinin Nadir tərəfindən öldürüldüyünü də yazırlar.
Hanvey onu da əlavə edir ki, Nadir Babailinin qızını istəyirmiş və atasının razılığını ala bilmədiyi üçün Nadirlə Babaili arasında ixtilaf yaranıbmış. Amma elə qərb tarixçilərindən olan Lockhart bu faktların doğruluğunu qəbul etmir. Çünki Babaili ilə Nadir arasında yaxşı münasibətlər qurulmuşdu. Aləm Arahi Nadirdə deyildiyi kimi, Babaili Nadirin dul qalmış anasına evləndiyi kimi, qızını da Nadirə ərə vermişdi. Percy Sykes İran tarixi əsərində Nadirlə Babaili arasında yaxşı münasibətlər olması haqqında bir fakt da açıqlayır. Onun sözlərinə görə Məlik Mahmud Sistani Xorasanı tutandan sonra onun məmurlarından birinin yolu Babailinin evinə düşür. Bu zaman Babaili evdə yox imiş. Həmin məmur onun ailəsi ilə pis rəftar edir. Nadir bundan xəbər tutan kimi Babailinin ailəsinin himayəsinə qalxır və həmin məmuru öldürür. Babaili geri qayıtdıqdan sonra baş verən hadisəyə görə təəssüf edir. Nadir özü də anlayır ki, vilayətin yeni hakiminin məmurunu öldürmək ciddi fəsadlar törədə bilər və ona görə o, Babailiyə təklif edir ki, şəxsən Məşhədə yollansın və vilayət hakiminə bildirsin ki, Nadir öz ağasına sədaqət göstərərək məmuru öldürmüşdür. Babaili belə də edir və müəllifin yazdığına görə vilayət hakimi nəinki Babailinin üzrxahlığını qəbul edir, hətta ona sədaqət nümayiş etdirən Nadirə xələt də göndərir. Aləm Arahi Nadiri kitabında güya Nadirin Əmir Teymurun xəzinəsini tapması haqqında da bir rəvayət vardır. Mənbədə bildirilir ki, Babaili bəy əslində özünün bütün işlərini Nadirə tapşırmışdı. Günlərin birində Nadir Babaili bəydən Kelata getmək haqqında tapşırıq alır. Nadir oraya yola düşür və gecə ikən dağ ətəyində bir yerdə işıq parıldadığının şahidi olur. Həmin istiqamətə irəliləyəndə qarşıdakı mağarada çoxlu miqdarda qiymətli daşların və əşyaların toplandığını görür. Divar yazılarından aydın olur ki, bu xəzinə 36 il padşahlıq etmiş Əmir Teymura məxsusdur. Nadir Əbivərdə geri qayıdanda bu xəbəri heç kimə açmır. Yalnız Əfqanlar İsfahanı tutandan, ölkədə hərc-mərclik geniş miqyas alandan sonra Nadir Əmir Teymurun xəzinəsindən bəhrələnmək qərarına gəlir. Tarixi ədəbiyyatda Babaili bəyin ölümündən sonra 1723-cü ildə onun vəzifəsinin və sərvətinin Nadirə qaldığı, Nadirin isə bəzi tayfa daxili ənənələrə görə bu sərvətin sahibi ola bilmədiyi barədə məlumatlar vardır. Aləm Arahi Nadiri əsərində isə bir qədər fərqli məlumatla rastlaşmaq mümkündür. Bu məlumata görə əvvəla Babaili bəy Herat istiqamətində Əfqanlarla döyüşdə həlak oldu. Həmin dövrdə Heratda Əbdali Əfqan tayfasının qiyam qaldırması və Heratı tutaraq mərkəzi hökumətdən ayrılması məlumdur. Babaili bəy də bu döyüşlərdə iştirak edə bilərdi. Onun ölümündən sonra Əbivərdin hakimliyini yerli əhali onun təmiz və ağıllı bir adam kimi tanıdığı qardaşı Qurbanəli bəyə həvalə etdi. Əslində isə bütün işlər yenə Nadirin boynuna düşmüşdü. Qurbanəli bəy də nə iş görərdisə həmişə onunla məsləhətləşərdi. Çünki Qurbanəli bəy də Nadiri bacarıqlı və cəsur bir insan kimi tanıyırdı və onun bu keyfiyyətlərindən faydalanırdı. Qurbanəli bəyin Əbivərdə hakimliyi vaxtında Nəsə və Dərun yaşayış məntəqələrinin əhalisi onun yanına gələrək təkə türkmən tayfasının onlara rahatlıq verməməsindən şikayət etdi. Adamların söylədiyinə görə türkmən tayfası artıq bir neçə il idi ki, onların qonşuluğunda yurt salmışdı. Son illərin hərc-mərclik dövründə onlar da yerli əhalinin üzərinə hücum çəkib çoxlu sakin əsir götürmüş və onların var-yoxunu talan etmişdilər. Əhali dəfələrlə Nəsə böyüklərinə müraciət etsələr də bir faydası olmamışdı. Belə olanda Nəsə cəmaatı Əfşar tayfasının böyüklərindən kömək dilədilər. Bu tayfanın əyanları necə kömək göstərmək barədə toplantı təşkil etdilər, məsləhətləşdilər. Amma bir qərar qəbul edə bilmədilər. Belə olanda Qurbanəli bəy Nadirin yanına getməyi məsləhət gördü. Şikayətə gələnlər Nadirdən təkidlə xahiş etdilər ki, onlara kömək göstərsin. Nadir ağır vəziyyətə düşmüş insanlara kömək etmək qərarına gəldi və Əfşarlar arasından 500 nəfərlik bir dəstə topladı. Onları silahlandıraraq təkə türkmənlərinə dərs verməyə yollandı. Öz ata yurdu olan Dərgəz və Çapuşa daxil olanda ilkin olaraq atasının qəbri üzərinə yollandı və onun ruhuna dua oxudu. Bundan sonra Nəsaya doğru yolunu davam etdirdi. Təkə türkmənlərinin yurt saldığı əraziyə 4 fərsəng qalmış Nadir qarşıya kəşfiyyatçılar göndərdi ki, türkmənlər haqqında məlumat gətirsin. Kəşfiyyata göndərilənlər türkmənlərin sayı və işləri barədə müşahidə apararaq lazımi məlumatları Nadirə çatdırdılar.
Əldə edilmiş məlumatdan aydın oldu ki, türkmənlər 500 ailədən ibarətdirlər və səhrada qurduqları çadırlarda məskunlaşıblar. Bu məlumatı alandan sonra Nadir türkmənlərin üzərinə qəfil hücum təşkil etdi. Oradakıları qırıb çatdı, sağ qalanları isə əsir götürdü. Nadirin bu hücumundan xəbər tutan təkə türkmənləri 1000 nəfər toplayıb qisas almaq üçün yola düşdülər. Nadir onların hücumunun qarşısını almaq üçün tədbir işlətdi. Tabeliyində olan dəstəni yenidən qruplaşdırdı və müvafiq plan hazırladı. 150 nəfəri Kəlbəli xanın tabeliyinə verdi. Özü isə 350 nəfərlik bir dəstə ilə türkmənlərin hücum marşrutunun üstünü kəsdirdi və onların gözünü açmağa imkan vermədi. Bir saat çəkən döyüşdə türkmənlərin bir hissəsi qırıldı, bir hissəsi isə Nadir tərəfindən əsir götürüldü. Növbəti uğurlu qələbə ilə Nadir dərgəzə döndü. Nadir türkmənlərin Nəsadan götürdüyü əsirləri azad etdi və bir neçə türkmənəsirini də onlara verdi ki, Nəsadan başqa yerlərdə olan əsirləri onlarla dəyişdirsinlər. James Fraser öz kitabında bu hadisəyə oxşar olan başqa bir hadisəni də təsvir edib. Onun təsvir etdiyi hadisə türkmənlərin Xorasan vilayətinə hücumu və bu hücumun qarşısının alınmasında Nadirin göstərdiyi şücaət barədir. Müəllifə görə təsvir olunan hücum zamanı Nadir Xorasan valisinin yanında idi. Valinin yanında keçirilən məsləhətləşmə zamanı Nadir türkmənlərə qarşı döyüşə girməyi qərara aldı. Əvvəla, bu faktın doğruluğu şübhəlidir. Nadir yalnız Məlik Məhəmməd Xorasan hakimi olanda onun yanında qısa müddətli xidmətdə olub. Ancaq Nadir onunla belə bir işbirliyi yaratmamışdı. Çox güman ki, bu söhbət elə Aləm Arahi Nadiridə təsvir edildiyi kimi Əbvərddən Qurbanəli bəyin yanında baş verənlərdən gedir. Frezerə görə vali türkmən hücumunun qarşısının alınmasının zəruriliyindən danışdı. Amma onun ətrafındakılar bu döyüşə qatılmağın mənasız olduğunu əsaslandırmağa çalışdılar. Nadir bu toplantıda olsa da danışmadı. Yalnız ona söz veriləndə dedi ki, bu hücum təhlükəli hücumdur, düşmən yaxındadır. Ona görə söhbət vaxtı deyil, qoşun toplayıb döyüşə girmək lazımdır. Nadir mövcud olan qüvvəni döyüşə cəlb etməklə bərabər yeni qüvvələrin toplanmasının zəruriliyini də bildirdi. Bundan sonra Nadir mövcud olan dəstənin rəhbəri təyin edildi. O, türkmənlərin toplandığı yerə gəlib onları müşahidə etdi və sonra da hücum taktikasını müəyyənləşdirdi. Nadirin türkmənlər üzərindəki qələbəsi onun nüfuzunu həm Qurbanəli bəyin yanında, həm də yerli cəmaət arasında xeyli artırdı. Bundan sonra Əbvərdin idarə edilməsində Qurbanəli bəy Nadirə daha çox etibar etməyə başladı. Bir müddət sonra Qurbanəli bəy ciddi xəstəliyə tutuldu. Onun bu xəstəliyi uzun sürmədi və tezliklə dünyasını dəyişdi. Qurbanəli bəydən sonra Əbvərd hakiminin kimin olması məsələsi ortaya çıxdı. Baxmayaraq ki, əyalətin bütün işlərini Nadir aparırdı, onun Babaəli və Qurbanəli bəyə qan qohumluğunun olmaması yerli əyanları sual qarşısında qoydu. Aləm Arahi Nadiriyə görə bu sualın cavabının tapılması üçün yerli əyanlar məktubla Şah Sultan Hüseynə müraciət etdilər. Bundan sonra Səfəvi sarayı tərəfindən Həsənəli bəy adlı birisi Əbvərdə hakim göndərildi. Həsənəli bəy isə Əbvərdə gələndən sonra burada hakimlik etməyin çətin olduğunu görüb Mazandarana yollandı. Burada qeyd olunur ki, yerli əyanlar məktubla Sultan Hüseynə müraciət etdilər. Bu doğru ola bilməz. Çünki hətta Babaəli bəy vəfat edəndə İsfahan artıq Əfqanlar tərəfindən tutulmuşdu və Səfəvi xanədanının hakimiyyətinə son qoyulmuşdu. Əfqan Mahmuda isə belə bir müraciət göndərilə bilməzdi. Çox güman ki, yerli əyanlar Xorasan hakiminə müraciət etmişdilər. Xorasan hakimi isə həmin vaxt Məlik Mahmud Sistani idi.